Salam, mən Arzu Əliyeva, Fox Akademinin Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Deməli, kök, 2 qrammatik şəkilçi, kök, 1 leksik, 1 qrammatik şəkilçi. Deməli, bu yanlış fikirdir. Bizdən də Kaş deyə bilərik, gərək deyə bilərik, bar deyə bilərik. Bunlarla əvəz edə bilərik. Bağlayıcı kimi dadə necə olur? İştirak edir. İştirak bağlayıcısı olur. Sadalanma intonasiyası olur. Məsələn, deyirəm, kitab, ki, gənclərə vəfasız olmamaq tövsiyə edilir. Bəli, belə bir beyt vardır ki, bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm olma bir vəfa. Bəli, vəfalı olmağa çağırış var. Heç kimdə vəfa olmasa da sənə vəsiyyət edir ki, vəfasız olma, bir vəfa olma. Ona görə də ikini də doğru götürürük. Sonra biz bilirik ki, həyatı əks etdirmə üsuluna görə ədəbiyyatın 3 növü var. Lirik, epik və dramatik. Lirik növ tərənnüm, epik növ təsvir təhkiyə, dramatik növ əyani göstərmədir. Bu da olacaq qüvvətləndirici ədat və sual ədatı. Qüvvətləndirici ədat kimi deyə bilərik, sən ki belə deyildin. Sən ki belə deyildin. təyinimiz olacaq qayğıkeş. Niyə biz cəsarətli əsgərləri mükafatlandıranı götürürük? Bilməliyik ki, əgər bizdə fe'li sifət varsa, fe'li sifət qarşısında olan sözləri toplayaraq bütövlükdə tərkib əməlidir. Necə nə tərzdə? Tam şəkildə açıq danışdı. Yəni heç bir şey gizlətmədi mənasında olur və bu açıqcasına sözü zərf olacaq.